Bir dənə gözəl təkliflə gəlmişəm. 12 sot ev, qabağında obyekti. Öz evimiz harda yerləşir? Azadçək tərəfi, Heydər parkıdır, məktəbdir, 150-200 metrliyində məktəbdir. Hüseyn salam qardaş. Fırla da tərəfə qardaşım. Orada bağçadır. Sağ ol, çox sağ ol qardaşım. Avtobus bax düz buradan keçir. Parkın yanı Maşdağada Heydər parkı, 187 nömrəli məktəb, bağça. Qabağında obyekti, indi daxil oluruq həyətə. Ümumi sizə göstərəcək izləyicilərimiz. Obyekt hal-hazırda, yəni işləyən obyektdir. Sadəcə bəzi səbəblərə görə bağlanılıb. Dükan amma açsaz, əziz izləyicilərimiz, özünüz də market kimi istifadə edə bilərsiniz. Verə bilərsiniz gözəllik salonuna. Skladı da var. Özlüyüm bir də mən daxil olaraq ağza bax. Bu dükanın içidir. Azad skladını da çəkdim. Burada da ki, sanitar qovşağı da var. Təmirsizdir sanitar qovşağı. Burada da ambardı qazınılıb. Palmalar da kəyitdə cürəbəcür. Azad bilirsiniz də, palma xəstəsidir. Palmalar hamısı Azadındır. Heç olmasa 3-4 dənə saxlayarsan da. Azad qardaş 3-4 dənə bu palmalardan saxlayırsan. Bilirəm, palma çox dəyizində. Bax, əziz izləyicilərimiz. Həyətimiz buradan gəldiniz, buradan açılır. Görürsünüz, bu evlər də düzdür, burada remontlu otaqlar da var. Köhnə evlərdir, 2 dənə otağı remontsuzdur, 4-5 dənə otağı, 3 dənə, 4 dənə otağı da remontludur. Bunu çəkib göstərəcək sizə. Bu palma qalacaq, aparacaqsan. Bunu Azad qoyacaq, bu palmanı qoyur ayətdir. Gəl. Gözəl yerdə də, gördünüz yolun kənarı, obyekti də verin arendaya. Hələ, qardaşım, bu hələ obyekti versinlər ayda 400 manata. Arendaya gözəllik salonuna da istəsəz artırın da, yəni sənət kupçadır. 11 sotdur. 11 sot qardaşım, 11 sot kupça. Bu da evimizin arxasıdır. Bu evi mən alan adamın yerində olsam düzdür ya, bunu söküləcək, bu köhnə evdir. Of evlər də söküb burada, bir dənə qəşəng bölgə eləyib ev də tikə bilərsiniz, bir dənə də ev tikə bilərsiniz. Yəni Maşdağanın mərkəzində torpaq qiymətinə satırıq buranı, yəni gözəl qiymətə satılır. Yolun kənarında bu da torpaqların qiymətini bilirsiniz də. Məktəbə 5 atdım, bağçaya 5 atdım. Maşdağanın mərkəzinə 5 atdım. Hər yerə yaxındır. Palmalarına bax, az. Su quyusu, bax. Bütün kommunallər daimi. Quyusu necə var, hamısı var. Bu evimizin qarşısıdır. Azda çəkir bir zəyətini. Gözəl qiymətdə əziz izləyicilərimiz. Bura kimi izləmişsinizsə, bir dənə videonu like eləyin, səhifəmizə takib atın. Gəl Azad, orada sanitar qovşağının neyini çəkirsən? Həyətdə də evin qabağındadır. Hamam tualeti evin qabağındadır. Daxil olar buradan evə. Bax, əziz izləyicilərimiz, bura evimizin qonaq otağıdır. Biz başladıq qonaq otağından. Yəni, evin təmiri zəifdir biraz. Köhnə ev eşiyidir də. Yəni, istəsəz buranı təmir edib yaşaya da bilərsiniz. İstəsəz sökün evləri, biz onsuz da buranı torpaq qiymətinə veririk. Sökün evləri, yeni bir ev tikin, öz proyektinizlə. Yox, əgər belə yaşayışlı evdir, hal-hazırda da yaşayış var evdə. Köhnə dədəbaba evi. Gəl bura qardaşım, bursa otaqlarda ötərik 3-4 dənə otaqdır. Bax, buranı mətbəx kimi eləyiblər. Qardaş, çox ətraflı çəkməyi, villa çəkmirik. Burada da ki, bir dənə otaq buradadır, bir dənə də otaq içəridir. Köhnə də divarlar 40-lıq, dal divarlar 80-80-lıq. Yəni, yaşayışlı evdə əziz izləyicilərimiz. Biz indi burada saxlayırıq videonu, keçirik həyətdə tamamlayırıq. Əziz izləyicilərimiz, çəkdim ətraflı göstərdim sizə. Qoy qiymətini Azad özü düşün. Azad deyirərdir. 147 min manat. 147 min manat deyir start qiymətimiz. Deyir, amma endirimimiz olacaq. Yəni, bu qiymət deyilən qiymətdir, sadəcə start qiymətdir. Real kim gəlsə, almaq istəsə, inşallah oturub söhbət edəcək. Sənədimiz də təmiz kupsadır, əziz izləyicilərimiz. 11 sot kupsası da var. Evlərdəki gördüyünüz kimi bu evləri bir dənə Azad çək. Bu evlərdəki təmirsizdir. Bu təmirsizdir. Bu 2 dənə, 3 dənə otaqdır burada. Bunlar təmiz. Onlar sökülməlidir 2 dənə. Hə. Xoşum ki, belə. Yolun kənarı əziz izləyicilərimiz. Kim maraqlanmaq istəyirsə səhifədəki nömrə ilə əlaqə saxlasın. Götürək, göstərək. Gözəl həyət bacıdır. Allah alana da satana da xeyir versin. Yolun kənarında nə istəyirsiniz? Bu da özünüz bilirsiniz ki, Maşdağda torpaq tapılmır belə yerlərdə.
Ümumiyyətcə bu məhəllədə bu məhəllə var, məktəb küçəsi gedir, köhnə məktəb küçəsi. İndiki Baloğlan Bağırov küçəsi. Burada yəni Baboyda 12 sot, 10 sot, cəmaət heç 2 sot torpaq tapa bilmir. 5 metr ondan qabağı torpaq var, burada satdıq, qiymətini də bilənlər bilir. Biz çox gözəl qiymət qoymuşuq, inşallah real alıcı endirimimiz də olacaq. Sağ olun, bu günə bu qədər.